Hələ də qorxu canımdan çıxmayıb. Sən görünməmiş, eşidilməmiş bir iş gördün. İki barışmaz düşməni yan yana dəfn elədin. Əgər onlar, o izdiham sənə qəsd etsəydi... O zaman sən də məni dəfn eləyərdin. Cavidanla Əbu İmranın qəbirləri arasında. Gedirsən. Gözü yolda qalanım var. Babək filmindən kadr Rasim Balayev və Amalya Pənahova. Amalya Pənahova Azərbaycan səhnəsinə və ekranına yeni nəfəs gətirən sənətkarlardandır. O, pafosdan uzaq, psixoloji dərinliyi olan bir qadın obrazı yaradır. Ümumilikdə isə Amalya Pənahovanın Azərbaycan mədəniyyətinə verdiyi töhfələr onu unudulmaz bir sənətkara çevirir. Bugün Azərbaycan Dövlət Film Fondunda Amalya Pənahovanın 80 illik yubileyi keçirildi. Tədbir başlamazdan əvvəl xalq artisti Firəngiz Mütəllimova sənətkar haqqında öz fikirlərini bölüşdü. 10-cu sinifdə oxuyanda o vaxtlar mən onun vurğunuydum. Mahnı dağlarda qaldı. Əsərində baxırdım, o tamaşasını televizorda. Deyirdim, ilahi kəş mən onları həyatda bir dəfə görə biləydim. Sonra elə oldu qismət, 1981-ci il, 81-ci il mən gəldim, çıxdım Akademik Milli Dram Teatrına. İkinci oynadığım tamaşa İlyas Əfəndiyevin Xurşud Banu Natavan, Amalya xanımla orada tərəf müqabili olduq. Bəyim rolunda, təsəvvürünüzə gətirin, mənim uçmağa qanadım yox idi. Ta biz ilk gündən sonuncu günə qədər Amalya xanımla biz çox gözəl münasibətdə olmuşuq. O mənə həm sənətkar kimi çox gözəl məsləhətlər verib, həm bir insan kimi, bir qadın kimi. Hətta mən indi onun dedikləri çox şeyə əməl eləyirəm, çalışıram elə olum. Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev xatirə gecəsini açaraq Amalya Pənahovanın kino və dublyaj fəaliyyəti haqqında geniş məlumat verdi. Cəmil Quliyev aktrisa haqqında danışarkən onun müasir ifa tərzinin və ecazkar səsinin tamaşaçını ekrana cəlb etdiyini dedi. Onun şəxsi arxiv fondundan çox unikal, nadir foto sənədlər, foto şəkillər təqdim eləmişik. Amalya xanımın Azərbaycan kinosunda nə ilə cəlb eləyirdi Azərbaycan kinosunu? Öz cazibə qüvvəsi ilə, öz ecazkar səsi ilə və müasir ifa tərzi ilə. Amalya Pənahova Azərbaycan səhnəsinin işıqlı siması, sözün və hissin sehrini tamaşaçıya ötürməyə bacaran nadir sənətkarlardan idi. Onun səsi səhnədə bir musiqi kimi yüksələr, baxışları isə obrazın ən gizli qatlarını açardı. O, yaratdığı hər bir rolda qadın zərifliyini, daxili gücünü və insan taleyinin dərinliyini ustalıqla canlandırırdı. Bugün Amalya xanım haqqında öz xatirələrini bölüşən sənət yoldaşları böyük aktrisanın şəxsi keyfiyyətlərinin nə qədər yüksək olmasını fəxrlə vurğulayırlar. Hələ onun sənətinə bələk deyirik, yalnız surətini görmüşük. Amma bu sən həmişə mənimləsən, onun tərəf müqabili Əli Zeynalovla İlk dəfə birinci hissəni gördükdə biz hamımız alqışla onu qarşıladıq. Sənətimizə yeni bir aktrisa daxil olub. O vaxtları qəzetlərdə belə bir rubrika gedirdi ki, alqış səhnəyə istedad gəlir. Bəli, Amalya Pənahova o alqışlardan, o incə aktyor aktrisalardır ki, alqışlarla onu qarşıladılar və ömrünün axırına qədər, yəni əl-xüsus deyərdim ki, o ağır illərdə, 90-cı illərdə o teatrdan ayrıldı. Babək filmində Zərnisə arxadan vurulan zərbədə Ziba, Qərib Cinlər diyarında isə Zari obrazını canlandıran Amalya Pənahova bunun kimi bir çox başqa ekran işlərində də uğurlu rollara imza atıb. Eyni zamanda səsi ilə də sənətə töhfə verən aktrisa bizim Cəbiş müəllim filmində Tanyanı, Gün keçidə isə Əsmər obrazını səsləndirib və ümumilikdə çoxsaylı filmlərdə dublyaj fəaliyyəti ilə də yadda qalıb. Yadındadır Məsmə xala. Hər bayram axşamı o şəkər bura pişirəndə İyindən gözümüzü səhərəcən yumurduq. Gözləyirdik səhər tez açılsın. Çünki bilirdik payımızı göndərməlidir. Amalya xanımın bir rolü var, mənim ən çox sevdiyim, mən hətta biz söhbətimizdə də bir yerdə olanda həmişə ona deyirdim ki, Amalya xanım, sizin bir rolunuz var. O rol Azərbaycan kinosunda yox, bəlkə də Avropa kinosunda
ən yaxşı ikinci dərəcəli qadın obrazıdır. O da Arxadan Vurulan Zərbə filmindəki o Ziba obrazı. Orada o istintaq səhnəsi var. O istintaq səhnəsində Oscar səviyyəsində bir rol oynayıb orada. Təsəvvür edin. Və o da çox böyük meyardır və böyük nümunədir aktrisalıq üçün. Axı mən yalan danışmıram. Qutu nə rəngdə idi? Fikir vermədim, üstünü palçı örtmüşdü. Yenə yalan deyirsiniz. Bu saatın heç qutusu olmuyor. Siz onu nə görmüsünüz, nə də tullamısınız. Aha, necə olmuyor, özünüz dediniz. Tədbir zamanı Həmidə Ömərova, Xalidə Quliyeva, Suğra Bağırzadə, Hüsniyə Mürvətova və başqaları görkəmli sənətkar haqqında öz xatirələrini bölüşdülər. Bu gün burada səslənən fikirlər onu göstərdi ki, Amaliya xanım yalnız böyük bir aktrisa deyil, həm də böyük bir şəxsiyyəti idi. O, yalnız Azərbaycan mədəniyyətində yox, həm də onu sevənlərin qəlbində dərin bir iz buraxdı.